Yemək həvəskarları baxın. Bugün öz ideyalarıma əsasən yalançı siqara böreği hazırlayacağıq. Soğanlarımızı kuklu şəkildə doğrayırıq. Gözüm çıxdı, bəs acı deyildi qırmızı soğan. Yağımızı əlavə edirik. İndi isə aparırıq qovurmağa. İndi qovururuq. Duzumuzu əlavə edirik. Şimdi qarışdıraq. Soğan tez ölsün. İndi isə sarımsağımızı əlavə edirik. Göyərtlərimizi xırda-xırda doğrayırıq. Qovurulmuş soğanımızı soyutma kartoşkamızın üzərinə əlavə edib əzəcəyik. Əzirik qəşəng. İndi isə göyərtimizi əlavə edirik. İndi bunu qəşəng qarışdırıram. Duz vurmayın. Biraz da duzu əlavə edirəm. Lavaşlarımızı belə qoyub, içərisini doldurub qızardacağıq. Lavaşlarımızın içərisini doldurduq. İndi isə qızardırıq. İndi qəşəng çeviririk. O necə olacaq? Qupquru daş. Xırt-xırt. Siqara börəyimiz hazırdır. İndi isə dadına baxaq. Çox dadlıdır həqiqətən. Bunun içinə qara süd də qəşəng gedər. Nar da, sumaq da qəşəng gedər. Sən qara süd sevmirsən deyə qatmamışam. Onu belə çox dadlıdır. Əllərinə sağlıq. Hazırlayacaq olan hər kəsə nuş olsun. Yeni reseptlərdə görüşənədək. Hələlik.